Süni intellekt artıq musiqi sahəsinə də təsir göstərir. Bugün bəzi layihələr tamamilə alqoritmlər tərəfindən hazırlanır, bəziləri isə insan yaradıcılığı və süni intellekt proqramları ilə ərsəyə gəlir. Bir müddətdir ki, süni intellekt vasitəsilə müxtəlif ifaların, xalq musiqilərinin, klassik əsərlərin fərqli versiyaları hazırlanır. Bunlardan biri də bəstəkar Eldar Mansurovun Bayatılar əsərinin süni intellekt interpretasiyalarıdır. Bu da əyləncə kimi mənə gəlir ki, yaxşı bir şeydir. Amma canlı musiqi başqadır. Bir adam həm canlı oxusun, həm də ki, fonoqramla oxusun. O saat hiss edirsən bunları. Çünki bilirsən, süni intellekt eləncidir. O fonoqrama bənzər bir şeydir. Mən canlının tərəfdarıyam. Ona görə onu da inkar eləmirəm. O da lazımdır. Onun da öz həvəskarları var. Amma ki, bilirsən, canlı musiqini unutmaq olmaz. Bəs musiqilərin hazırlanma prosesində illərini sərf edən yaradıcı insanlar bu dəyişikliklərə necə yanaşırlar? Aranjman proseslərimiz bəzən günlərlə, hətta aylarla, elə əsər ola bilər ki, illərlə çəkə bilər. Çünki bu yaradıcı insanda elədir ki, fikirlər dəyişir, daha möhtəşəm bir atmosferi çıxartmaq istəyir də, yəni o əsərini. Üzeyir Hacıbəylinin, Qara Qarayevin əsərləri var, hansı ki, indi də səslənəndə çəkisi hiss olunur. Onun o insanı riqqətə gətirən detalları var, məqamları var. Süni intellektlə hazırlanan mahnıları görəcəksiniz, eyni səslənirdir demək olar. Yəni, eyni atmosferdir. Calaq kimi sanki hazır olunub. Ekspertlərin fikrincə, süni intellektdən köməkçi vasitə kimi işlərimizi asanlaşdırmaq və vaxta qənaət etmək üçün istifadə etməliyik. Süni intellekt əslində hal-hazırda olan hər kəs öyrənmək bir növ məcburiyyətindədir. Çünki artıq işlərimizə yavaş-yavaş təsir eləməyə başlayır və biz də süni intellekt işimizi əlimizdən alacaq deyə tərəddüd eləməkdən süni intellekti öyrənib ondan paralel bir yerdə işləməyə bacarmalıyıq ki, dövr artıq qarşıdurma dövrü deyil, birlikdə çalışma dövrüdür. Mütəxəssislərin fikrincə, texnologiya əsrində süni intellekt bir çox sahələrdə olduğu kimi, musiqi sahəsində də yeniliklər gətirəcək və gətirməlidir. Həmçinin onu formalaşdıracaq və insan yaradıcılığı ilə yanaşı yeni bir inkişaf sahəsi yaradacaq. Röya Salmanova, Sabir Şahvələdov, Nail Şahbazov, Telesəhər.